2005-ci ili geri qaytarmaq olmaz, amma o ilin içində olmaq olar. Mercedes CLS 5.5. Üslubun, lüksün və kompresor dövrünün dünyasına xoş gəlmisiniz. Bu dünyanın ilk 4 qapılı kupesidir. Bu ilk banandır. Bu uğur qazanmış bir eksperimentdir. Çünki CLS buraxıldıqdan sonra bütün tanınmış brendlər Mercedesi təkrarladılar və M6 Gran Coupe, Panamera, A7 kimi modellər yaratdılar. Amma çıxışı zamanı 219 CLS rəqibsiz idi. Və əslində bu sadəcə gözəl qablaşdırılmış 211 E sinifidir. Amma Mercedes CLS-in yanaşması fərdi idi. Rekord səviyyədə aerodinamik kuzov, çərçivəsiz qapılar, gözəl 19-luq Apollon disklər və bütün bunlar 2000-ci illərdə qeyri-adi görünürdü. Amma bu qədər üslublu dizayna görə komfortdan imtina edilməli oldu. Arxa sırada başınız Alcantara tavanla tanış olur. Dar qapı girişi isə xatırladır ki, bura yalnız incə xanımlar üçün yerdir. Bununla yanaşı salonun keyfiyyəti ən yüksək səviyyədədir. Bu kuzovu bəyənə bilərsiniz, bəyənməyə bilərsiniz. Amma CLS heç kimi laqeyd buraxmır. Xüsusilə də əgər bu AMG versiyasıdırsa. Heç bir elektrikləşdirmə, boğulmuş ekoloji normalar və başqa ruhsuz cəfəngiyyat yoxdur. Burada hər şey kişi kimidir. 5/4 litrlik V8 mühərrik, ikili kəmərlə işləyən kompresorla. Sadəcə qaz pedalını dibinə qədər basırsan və çox konturlu oturacağın arxalığına yapışıb qalırsan. Çünki bu CLS-də 650 at gücü və 860 fırlanma anı var. Bu maşın AMG-nin dəli kompresor dövrünün sonunu əks etdirir.